Salam, hər vaxtınız xeyir olsun. 9-cu sinif matematika əsnanın izahı, A variantı. Başlayaq. Vaxt itirmədən suallarınızla. Birinci sual adı kəsrlərə aiddir. Buradan biz sualın izahında 7,2-ni daha doğrusu 11,3-ü ortaq vuruq kimi çıxartsaq, qalar 7,2 plus 2,8. Bu deyir 11,3 vur 10. 11,3'ü ona vursaq 113 B variantı. İkinci sual 1 kilogram 1 tonun neçə faizdir? O zaman 1 kilogramı biz 1 tona vurup bölüp 100'e vurmalıyıq. 1 tonun da yerine ne yazarıq? 1000 kilogram. O zaman onlar ne? Vur 100. Kilogramlar ixtisar gedər, yüzlər ixtisar gedər, qalar 0,1 D variantı. 33. Sual AN parçasının orta nöqtəsi N. NK parçasının orta nöqtəsi M. MB'nin də orta nöqtəsi K olarsa, deməli bunların hər biri nədir? M'in orta nöqtəsi buradır, XX. Bu da bunun orta nöqtəsi, son zaman burada X'dir. K da MB'nin ortası da burada X'dir. Yəni 4 bərabər hissəyə böldüm. AN ilə MB'nin nisbəti. AM 1X'dir, MB 3X'dir. O zaman X bölü 3X, bu da eləyər 1 bölü 3B. 34. A'nın hansı qiymətində bu bərabəri doğru olar? A rəqəmdir. O zaman A tam 9'da A üstə gəlir 3 tam. Bunu da 9'da 3 yazarıq. Bərabərdir 9'da 50'yə. Sadələşdirsək 9'da 9A plus A. Eləyərlə 10'a üstə gəl. 9'da 3'ə vursaq 20, 30. Bərabərdir 9'da 50. Bu da eləyər neçə? Buradan sadələşdirmə aparsaq 9'da 10'a bərabərdir 9'da 20'yə. 9'a da aparsaq A da qalar neçə? 2. Bu həqiqətən hesablasaq 2 tam. 9'da 2 üstə gəl 3 tam. 9'da 3. Bu da eləyir nə? 5 tam 9'da 5. 9'da 50. Bəli, doğru. D variantı 35. 12'nin natural bölənləri. 12'nin bölənləri hansılardır? 1, 2, 3, 4, 6, 12. Elədir neçə? Bu A çoxluğunun elementləridir. 12'dən kiçik sadə ədədlər isə B-nindir. Sadə ədədlər 2, 3, 5, 7, 11. Bu da B. Kəsişmə deyəndə ortağı götürürük. Ortaq 2 var, 3 var və salam. Ona görə olacaq, bizdən sayını soruşur. Y variantı. 36. Uzunluğu 48 olan yolun altta 5 asfaltlandıktan sonra. Deməli 48'in altta 5'in asfaltladılar. Asfaltlanmayan soruşur. O zaman altta biri qaldı. Sonra yaparsan qalar 8. Deməli 8'i asfaltlanmayıb. Keçək növbəti suala. 37. Alfa bölü beta 2 bölü 7'dir. Uzun bura 2x'tir. Bura 7x'tir. Bura 7x ise qarşılıqlı bucağı burada 7x'tir və bunlar bir tərəfli bucaq alırlar. Bir tərəfli bucaqların isə cəmi 180'dir. O zaman x-i tapırıq 20. Bizdən beta'nı soruşur. Yerinə yazsaq, bunlar 140 dərəcə. C variantı. 38. Kəsmisi boş olmayan. Yəni burada ən azı bir element var. Yəni nəsə burada var. Bu deməkdir. İşlətmiş hissənin hansı ödəyər? Sadəcə bura açıq B deyil. Burada B çıxardı və bunların cəmi bizə işlətmiş hissəni verir. Bir doğrudur. Onun ki, C variantı getdi. 2'yə baxaq. A ilə B-nin cəmindən kəsməni çıxsaq, bu bizə A birləşmə B-ni verə bilər. Yəni A birləşmə B-nin düsturu budur. Ona görə 2 səhvdir. Onda hamısını verməlidir. Ona görə 2 olanları çıxsaq, ya 1, ya 1, 3 qalıb. Burada da üçüncü bütöv, yəni bu dairənin hamısının, yəni bütöv bunun hamısından çıxırıq kəsməni. Həqiqətən kənarlar qalır. Ona görə 3 də doğrudur. Yəni 1, 3. 39. A tək B cüt olarsa hansının qiyməti tək ən rahat yolu nədir? A-ya 1 verək, B-yə 2 verək. Aparıb hesablayaq. A-ya 1, B-yə 2 versək. 1 vur 2.
2'nin üstündə 10-sa nə yazsam 10-sa əsas cütdürsə həmişə cütdür. Getdi. B-yə baxsaq 2 vur 1, 2 plus 2, yenə 4. 4-ün üstünə nə yazsam cütdür. 2A plus B yenə. A plus B bu 3 eləyir. 3 üstü 1, 3. D doğrudur o zaman. Y variantına baxaq. 4 plus 2 yenə 6. 6 üstə nə yazsam cütdür. Buna görə D variantı doğrudur. 40-cı sual. Hesablayaq. 3-dən 4-də 3 nədir? 4-də 15. Vur 15-də 8. Üstə gəl 6-da 13. Vur 26-da 13. 26-da 3. 15-ləri xısar aparsaq, bunları xısar aparsaq 2 qalar. Bununla bu xısar aparsaq 2 qalar. Bununla da bu 2. Demək 2 üstə gəl 4-də 1. Bunlar da vurulur qalanlar. Bu da 2 tam %25. Bu variantı. 41. Deyir ki, AOD ilə BOD-nin fərqi 30-dur. Demək, bu iki bucağın fərqi 30-dur. Bura x-dırsa, bura x plus 30-dur. Və bu da birləşdirəndə açıq bucaq əmələ gəldiyinə görə o zaman bu cəm bərabər olmalıdır 180-ə. 2x o zaman 150, x dalında neçə? 75. Bizdən BOC-ni soruşur. X 75-dirsə qonşusu nədir? 105. A variantı. 42 7-yə bölündükdə hansı ədəd ki 7-yə böləndə qismətdə 4 alınan ən böyük ədəd. O zaman ən böyük ədəd nədir? Burada təbii ki qalaq qalmalıdır. O zaman A ədədi nəyə bərabərdir? 4 vur 7 plus A küp. Yəni 28 plus küp. Biz də bilirik ki, ən böyük ədəd istəyirsə küp ən böyük olmalıdır. Və küp ən böyük olsa da bölənilən biçimə kiçik olmalıdır. O zaman küp maksimum 6 ola bilər. 28-in üstünə 6 gəlsək, ellər neçə? 34. B variantı. 43. 70 dərəcə bucağın qonşu bucağını tap. O zaman 180-dan 70-i çıxarıq. 110. A, B, C ədədlərin müsbət ədədləri üçün bu nisbət ödənilirsə, o zaman biz bunun ən kiçik qiymətini tapmaq üçün bunun əmsalların əkobuna baxmalıyıq. 3, 4, 5 olan əkobu nə eləyər? 3 ilə 4-ün əkobunu taparıq. 12. Sonra 12 ilə 5-in əkobunu taparıq. Bu da eləyir neçə? 60. Yəni bu ədəd qısacası 60-a bərabər olar ən çox, ən kiçik. O zaman A burada 20-dir, B 15-dir, C 12-dir. Aparıb yerinə yazsaq, B ilə C-nin cəmi eləyər 15 plus 12, böl A ilə B-nin fərqi. 20 çıx 15. Bu da eləyər 27 böl 5. 27-ni də 5-ə bölsə neçə dəfə düşər? 5 tam 5-də 2, bu da eləyər 5 tamamda 4. Yəni Y variantı. 45. Tənasüb verib, tənasübün kənar hədlərinin hansı ilə orta hədlərin hansı ilə bərabərdir? O zaman onlar 12. İndi hasılı 12-dir, həmin bu elementlərin cəmin ən böyük qiymətini soruşur. Hasılı 12 nə ola bilər? 4, 3, 6, 2, 12, 1, 2, 6. Ha, yazmış onu. Məsələn, bunların içərisində cəmi ən böyük neçədir? Təbii ki, 12-nin də birinci cəmidir. 13, A variantı. 46. 3 elementi olan A çoxluğu 5 elementi olan B çoxluğunun alt çoxluğudur. Alt çoxluğudursa deməli bu B çoxluğudursa burada da bir dənə A çoxluğu var. A-nın tutaq ki 3 dənə elementi var. B-nin 5 dənə elementi var. Çünki 3-ü buradadır, ikisi də buradadır. Bizdən kəsmə ilə birləşmək istəyir. Ümumiyyətlə bir digərin alt çoxluğunun çoxluqların kəsməsi kiçik element sayına bərabərdir. Birləşməsi böyüyünə. O zaman 3 dənə də 5-in cəmi 8. A ədədi deməli 60 ədədin 60% A-dır. O zaman 60-ın 60%-ni tapıram, eləyir 36. A oldu 36. 70-in də 70%-i 49. Bu da elədir B. Bunların fərqini soruşur. O zaman 49 çıxılsa 36. Bu da eləyir 13. Demək üçün cavab 13. 48. Belə bir ədəd verir. Bu cəmi o zaman açsaq 10A plus B. Üstə gəl 10C plus D. Üstə gəl 9B bərabərdir 80 çıx 9D. Bunu da sadələşdirsək. 9 deyim bu tərəfə atacaq. Onlar 10A plus 10B plus 10C plus 10D bərabərdir 80. Hər tərəfdə onu bölsəm A, B, C, D bərabərdir neçəyə? 8-ə. Bizdən elə bunu soruşur. 8.
Uyğun tərəflər perpendikulyar olan iki bucağın dərəcə ölçüləri 7-8 nisbətindədir. Yəni 7x, 8x. Nisbət birdən fərqli veribsə, 1 bölü 1-dən fərqli ədədlər veribsə, o zaman bunların cəmi yüksəkliyi ola bilər. O zaman bunun x-i tapıram 15 x yüksəklikdirsə, x deyir 12 dərəcə. Kiçik bucağı deyir, aparıb yerinə yazacaq. 7 vurulsun 12. Ne deyir? 84 dərəcə. Keçirik 50-ci suala. A plus B-ni soruşur. O zaman biz ilə bunları toplasaq. 12 ilə 87-nin cəmi 99. 3 ilə 6 9, 9, 9, 9. Qısacası bu nə gedir? 99 tam 4-də 9. Bunu da sadələşdirsəm 99 tam 9-da 9. Bu da 1-ə çevrilir. 99-un üstünə 1 gəlsək 100. Oldu. Şimdi baxaq 51-ci sual. AOC düz bucaqlı. Bucağının OD tən böləni. Düz bucaqlısı o zaman 45, 45. OY şurası isə OY şurası isə AOD-nin tən böləndir. Yəni bu da buradan tən böləndir. Yəni 22,5, 22,5. Bizdən COY-ni soruşur. Buranı soruşur. 45 ilə də 22,5-in cəmini çevirər. 67,5 dərəcə 52. Birinci kutunun kürədi. Deməli, iki dənə yəqin qutu var. İkinci qutuda var. Hə. Deməli, birinci qutuda olan kürəciklərin 30%, yəni 0,3-a. İkinci qutuda olan kürəciklərin 60%, yəni 0,6-a ağ rəngslidir. Bu iki qutudakı bütün kürəciklərin 10 zaman A plus B-nin 55%, yəni %55-ə vururam ağdır. Onda belə çıxır ki, ayrı-ayrı ağların cəmi bütöv ağların cəminə bərabərdir. Bu da B-dir bu arada. Yəni o zaman 0,3 A plus 0,6 B. Burada hər tərəfi 100-ə vuraraq kəsirlərdən azad edək. A plus B vur 55 bərabərdir 30A plus 60B. Yine sadələşdirsək 55A plus 55B bərabərdir 30A plus 60B. A'lar bu tərəfə, B'lər bu tərəfə. Qalır 25A bərabərdir 5B. 5-ə də qısa yaparsaq B bərabərdir 5A. İndi bizə deyir ki, birinci qutuda olan ağ kürəciklər ikinci qutuda olan ağ kürəciklərin neçə faizidir? Birinci kürəcikdə nə qədər ağ var idi? 0,3A, ikincidə 0,6B. Aparıb onu da yerinə yazsaq 0,3A böl 0,6B. Çünki deyir, birinci, ikinci neçə faizdir? İkilərinin faizsi nədir? Birinci, ikinciyə bölüb 100-ə vururuq. Burada bunlar ixtisar gedər. Burada qalar 2. Option qalar A böl B vur 50. İndi B-nin də yerinə 5A yazsaq, onlar A böl 5A vur 50. A'lar gedər. Bunlar da ixtisar gedər. Qalar 10 faizi. Yekunda maraqlı sual idi. 52-ci sual 10%. 53-cü sual A-nın B-nin sadə vuruşlarının sayı verilib. Əbubu tapaq. Bu tipli suallarda isə ədəbi hesablamağa, yəni ədədləri hesablamağa ehtiyac yoxdur. Əbobda sadə vuruşların sayında hər bir sadə vurğun ən kiçiyini götürsək kifayət edir. Baxıram, A ədədindən 2-də 5 dənədir. Burada 3, neçə dənədir? 3 dənədir B ədədində. O zaman biz kiçiyi götürməliyik. 2 üstü neçə olacaq onda əbob üçün? Yəni 2 üstü 5 yoxsa 2 üstü 3. Ortaq nədir? 2 üstü 3-dür. 3 üstü 4 yoxsa 3 üstü 7. Ortaq nədir? 3 üstü 4-dür. Yəni kiçik olan. O zaman bunların da hasili nə edəcək? 2-nin kubu olur. 3 üstü 4. Bizdən ədədin özün mü soruşur? Aha, özün soruşur. Hesablayaq 2 üstü 8, 3 üstü 4-də 81. 8-i də 81-ə vursaq 648 eləyər yekunda. Sonra 54 tərəfi silək. Belə qalsın. Fərqli rəngi keçid eləyək. Deməli, alfa bunlar bir-birinə paraleldir. Buranı 20 dərəcə verib. Beta'nı 80 verib.
Qammanı soruşur. Biz bu belə də hesab edək. Bu xətti uzatsaq, bura 20-dir, o zaman qonşusu 160 eləyər. Və biz də bu tipli suallarda nə edirik? 3-ün cəmi 360-a bərabər eləyirdik. Yəni qamma plus 80 plus 160 bərabərdir 360-a. O zaman qamma da elə buradan birbaşa bərabərdir. 160-dan 160-a çıxsam 200, 80-də çıxsam 120 dərəcə. Bitdi. Və yaxud buradan aparam. Bura 20, bura 80-dirsə, bura 60-dır. Çünki kənarların cəmi, solların cəmi sağa bərabərdir. Bura 60-dırsa, 60-ın da qonşusu yenə 122 yolla da yazmaq olar. Və 55 sonuncu sual belə eyni tipli suala oxşuyur. Deməli, alfa 150-dir. Beta olsa buranı 90 verib betadan soruşur. Biz də bilirik ki, kənarların cəmindən 180 çıxanda ortadakı bucaq alınır. Yəni 90 bərabərdir. 150 plus beta çıx 180. Bu da 90 bərabərdir. Beta çıx 30. Beta da bərabərdir 120. Məsələn, bu qədər asan sual. Ümumilikdə götürəndə maraqlı sual 5-dən vardı və yəni asan bir sınaq idi. Beləcə kanalı izləyib abunə ola bilərsiniz. Mənim bugünkü izahlarım buna qədər. Hələlik sağ olun.